İsa bəy, tarixçi olmadınız, siyasətçi oldunuz. Buna görə peşmansınız. Tarixçi olmadım sözü biraz çox sərt səsləndi. Çünki mən hər halda tarixçi olmuşam və 80-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda çalışmışam və orada müasir şərq ölkələrini araşdırmışam, öyrənmişəm. Tarixçi kimi fəaliyyət göstərmişəm və mənim cəmiyyətdə tanınmağım da tarixçi kimi olubdu. Elə oldu ki, 80-ci illərin ikinci yarısında bir tərəfdən Qorbachevun perestroika, yenidən qurma deyən prosesləri cəmiyyətdə mövqe ortaya qoymaq, cəmiyyətin, xalqın, millətin mövqeyini ifadə eləmək üçün imkanlar yaratdı. Digər tərəfdən isə 88-ci ilin əvvəlindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzü artıq söz mərhələsindən əməl mərhələsinə keçdiyi üçün Azərbaycanda da ictimai-siyasi fəallıq artdı və o dövrdən mən də siyasi fəaliyyətə başladım. Açığı, ilk dövrlərdə məni daha çox mütəxəssis kimi, elə bu dəbdə olan bir söz var, ziyalı kimi, ekspert kimi proseslərə cəlb edirdilər, özü hamı cəlb edirdi. Bütün qüvvələr açığı maraqlı idi ki, mən də onlarla bir yerdə müzakirələrdə iştirak edeyim, hansısa bir komitələr yaranırdı, təşkilatlar yaranırdı, hər yeri mənə də dəvət edirdilər. Yavaş-yavaş nə qədər özümüzü mütəxəssis, ekspert səviyyəsində saxlamaq istəsəydi mümkün olmur. Hansısa mərhələdə siyasətlə məşğul olmağa başlamağa məhkumsan və biz də siyasətlə məşğul olmağa başladıq. Qətiyyən də peşman deyiləm. Bu mənim həyatımdır və hesab edirəm ki, həyatım maraqlı və cəmiyyət üçün mümkün qədər faydalı keçib. Bəs ailəniz siyasətçi olmağınızı necə qarşıladı, xüsusilə də atanız? Çox normal. Mənim atam ziyalı bir insan idi. Elmlər Akademiyasının müxbir üzvü idi, tanınmış kimyaçı alim idi və eyni zamanda kimyaçı olmasına baxmayaraq tarixə, ədəbiyyata, fəlsəfiyə böyük marağı var idi. Ona görə də evimizdəki kitabxanada bütün sahələrdə maraqlı kitablar var idi. Müasir dərgilər, jurnallar həm doğma dilimizdə, həm rus dilində, həm bəzən başqa dillərdə alınırdı. Yəni mühit yaxşı idi və atam da bu məsələlərdə kifayət qədər açıq idi. Əksinə, yəni onu mən birinci dəfə demişəm ki, mənim tanınmağım o Balayanın ocaq əsərinə cavab verməklə başlayıbdı cəmiyyətdə. O Balayana cavab yazmağımın da əsas səbəbkarlarından biri elə mənim atam olubdu. Yəni o bir dəfə mənim masanın üstündə kitabı görüb, o da oxumuşdu və kitabı gördü və qaldırdı, qoydu yerə ki, bu kitaba bu yazıya bir cavab verən tapılmayacaq Azərbaycanda. O söz məni tutdu, ondan sonra mən o cavab yazdım və ondan sonra da tanınma əmsalımın ilgələri yüksəldi və odur ki, sualınıza belə cavab verə bilərəm ki, atam nəinki mənim ictimai-siyasi fəaliyyətlə məşğul olmağıma qarşı olmayıb, əksinə təkan verib, mən hesab edirəm ki. İsa bəy, deyilənə görə vaxt